8 Mart Azrepçin ideal bayramdır da. Çünki Azrepdə rep deyən qız yoxdur. Biri var idi, əri qoymadı ona rep deməyə. Mənim keçmiş arvadım. 8 Martda kimsə mənə zərif cins deyəndə 15 kiloluq bazarlığı 4-cü mərtəbəyə qaldırmağım yadıma düşür. Zərif deyəndə kimi nəzərdə tutursunuz? Dilxorçuluq deyə evlizi dava eləmişəm. Bir 50 süzdə vurum. Bu feminizmdə moda düşüb axı. Deyirlər ki, hər şey bərabər olmalıdır. Mən 1 ildir minusdayım ya. Bu bərabər açan olacaq. Kommunal məndə, bazarlıq məndə, hər şey məndə. Bərabər bəs açan. Bizim oğlanlar da deyir ki, güclü qız axtarıram. Amma güclü qız görəndə də ağlaya-ağlaya mamaların yanına qaçırlar. Uşu. Bırat sağlıq demək istəyirəm. Hər uğurlu kişinin arxasında güclü qadın dayanır. Dayanır və gic-gic danışır. Kim gic-gic danışır? Sən məni burada hardan tapdın? Telefonu axı evdə qoymuşam. Sən elə bilirsən Rıçok tək telefonundadır. 8 Mart tıxacda mindim metroya. Bir dənə gördüm qaqaş özünü vaqona bir sənə necə çatdırdı. Fıçıq bir dənə belə çatdırdı. Gördüm əlində bu qədər buket, o birisi əlində də meni boyda mişka. Öz-özümə dedim ki, bu mişkanı biraz balaca al, taksi ilə getdilər. Nə məcburdur? 8 Martı yadından çıxardır, vurmağı heç vaxt. 8 Martda qadınlara gül verirlər. Thank you. Amma bəlkə biraz da equal maaş verək. Ay qız yaxşı da. De görüm 8 Martda nə istəyirsən? Heç nə. Heç nə, kartı vatım yoxsa nağd verim. 8 Martda qadınlara deyirlər ki, siz dünyanı dəyişirsiniz. Of course. Çünki bəzi kişilər hələ də paltaryon maşını işlədə bilmir. Bugün də 8 Martda axı. Sevgilim səhər mənə gül göndərib. Baxdım gülə, dedim bunu kart eləmək olmazdı. Yaz 4169. Bir də o tip oğlanlar var. Mən qadınlara hörmət edirəm. Çünki anam da qadındır. Wow, əla argument. Bravo. Qaqaş, feminist qızlarla spor eləmək çox çətindir. Düzdür, karatez qızlarla daha çətindir. Özü də kokşinka, qara kəmər, başın gedib bir dənə qoyar adama. O reklamlarda da deyirlər, qadınlar çiçəkdir. Hansı çiçək həm işləyir, həm kredit ödəyir, həm də bütün günü kişinin dırdırına qulaq asır. Məndən olsa kaktus olar. Çünki bütün gün kompüterin qabağındayam. Sən indiyə qədər verdiyin heç bir sözü tutmamısan. Ay qız, mən sənə evlənəndən qabaq nə demişdim? Hər gün səni restoranlara aparacağam. Başın xarabdır, kuryer ye biz. Fərqi nə deyə? Tutmuşam da sözümü fakt. Bakı elə bir şəhərdir ki, burada özgüvənli qadın kişiləri dollar kursundan daha çox qorxudur. Sən mənə 8 Martda hədiyyə almadın, amma mənim sənə hədiyyəm var. Papa olacaqsan. Hamiləsən, hə? Yox, Vatikandan zəng eləmişdilər. Bu il papa səni seçəcəklər. Nə gic-gic danışırsan? Bəzən də oğlanlar səni date dəvət edənə qədər o qədər gözləyirlər ki, sən o vaxtda uje karyera falan hər şeyi qurmuş olursan. Oh my god, Avropa belə deyil. Rapçilər oxuyur, gic-gic toy, sonra adını dəyişir edir, Türk iş boy, necə Mehdi Naton, xodda 7 motor, yetim qalan az rap trek yazır sənə redki atom. Reklam edir, biri çotki lato, biri fotko gatov, biri tuta bilmir ot kimin o, çot kimin o, style tezə mod kimin o, qaq qapqan mod kimi ol. Min əminin lotkasına, aparım podkasına, verim gül kimi rol. Az rap səhifələri eyni parol, tapmır videolar kəşfətə yol. Fake vurəlinizdə heç nədə nol, trendün 25 heç nədə nol. Bunun qardaşım sənin nömrə yazacağam, qızın WhatsApp-ına at, barışmalıyıq. Avropada yox dediyin üçün şəxsi sərhədlərinə hörmət edən biri kimi olursan. Burada yox desən ortadır. Hədiyyə almamağı bəs deyil, şotu da mənə verdirir. Bu 8 Mart günü kişiləri başa düşmürəm də. Ay qardaş, neyinirsiniz bu qədər pul xərcləyirsiniz, nə bilim, hədiyyə almaq, səyahətə getmək. Mən deyim də neynəmək var. Aktyorluq, sənin ən bomba variant ağlamaq. Bax gördün ağlaya bilmirsən. Götür stopu, tut gözünü. Güzellerin içinde selamından tezesen. Çiçekler mi güzeldir yoksa sen mi güzelsen? Çiçekler mi güzeldir yoksa sen mi güzelsen?